Vəkil olmadan məhkəmədə iştirak etmək mümkündürmü? Bugün bu sualımıza Pərvanə xanım aydınlıq gətirəcək. Pərvanə xanım, vətəndaş vəkili olmadan məhkəmədə iştirak edə bilərmi? Bəli, vətəndaş vəkili olmadan məhkəmə proseslərində iştirak edə bilər. Onun etibarnamə ilə səlahiyyətli nümayəndəsi də yaxın qohumu onun adından məhkəmədə çıxış edə bilər. Vətəndaş özüdür. Yəni vəkilsiz iştirak edə bilər. Amma qəliz məsələlər var. Yəni elə məhkəmə predmetləri var ki, vəkilsiz mümkün deyil. Orada vəkilin iştirakı mütləq iştirakı vacibdir. Yaxın qohumu şəxsin adından danışa bilər, eləmi? Etibarnamə əsasında. Anası, atası, qardaşı, bacısı. Yəni etibarnamə əsasında onu müdafiə edə bilər. Müdafiə edə bilər. Yəni onun adından çıxış edə bilər. Mümkündür. Hansı hallarda vəkilin iştirakı məcburidir? Hansı halda vəkilin iştirakı vacibdir? Cinayət işlərində, inzibati işlərdə, apellyasiyada, ali məhkəmədə, yəni vəkilin iştirakı məcburidir. Aydındır. Pulsuz hüquqi yardım almaq mümkündürmü? Bəli, pulsuz hüquqi yardım almaq mümkündür. Hansı hallarda mümkündür? Vətəndaşın vəkil tutmağa, yəni imkanı yoxdursa, o məhkəməyə müraciət edərək ona vəkil ayrılması ilə bağlı aztaminat qaili olduğuna görə, imkanı olmadığına görə, yəni səbəblərini sübuta yetirdikdən sonra məhkəməyə müraciət edərək özünə hüquqi yardım göstərilməsi üçün müvafiq dövlət qurumundan, yəni vəkil bürolarından ona vəkil ayrılmasını xahiş edə bilər. Çox sağ olun Pərvanə xanım, təşəkkür edirik. Buyurun.